Salam, axşamınız xeyir, əziz şagirdlər, əziz abituriyentlər. Bugün Eyler buraxılış sınağı, 9-cu siniflər üçün olan buraxılış sınağının mətn tərcüməsiz mətn işləmə qaydasını öyrənəcəyik. Demək, ilk öncə 8-ci suala baxaq. Bizə buradan choose the false statement according to the passage. Bizdən false, səhv variantı soruşur. Bizim səhv variantımız C variantıdır. Və baxaq, əsas burada ipucumuz A-Z bölüsüdür. Keçək mətnə. Bu, biraz yaxınlaşdıraq. They don't travel, find to eat. Baxın, bu cümləyə diqqət yetirdikdə, yəni biz bir-bir, yəni artıq mən burada bilirəm ki, səhv variant hansıdır. Buna görə də digər variantları incələmirəm. Amma sizin tərcüməniz varsa, daha gözəl tərcümə edərək, mətni tərcümə edərək daha düzgün suallara cavab tapa bilərsiniz. Amma əgər tərcümə etmək probleminiz varsa, bu zaman bir-bir variantları mətndə axtarmalısınız. Və bizdən səhvi soruşursa, səhv variantımız C variantıdır və C variantı bu cümlədədir. They don't travel to find something to eat. Onlar nəsə yemək üçün başqa yerlərə səyahət etmirlər. Amma fikir versəz, C variantında deyir ki, digər quşlar kimi monark kəpənəkləri də qida tapmaq üçün digər yerlərə səyahət edirlər. Mətndə isə deyir ki, onlar heç bir yerə səyahət etmirlər. Və bizdən də səhv variantı istədiyi üçün doğru cavabımız C variantıdır. Baxırıq 9-cu mətnə, suala. What is the passage mainly about? Mətn nə haqqındadır? Bunun üçün əsas ipuçları biz fikir versək, görürük ki, burada yalnız bir isimdən söhbət gedir. Yəni bir ancaq nədən? Butterfly, 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 kəpənəklərdən söhbət gedir. Ümumiyyətcə, mətn işləyəndə mətnin nə haqqında olduğunu ilk cümləyə baxıb bilmək olur. Və görürük ki, burada ilk cümlədə yalnız kəpənəklərdən söhbət gedir. Baxırıq 9-cu sual. Ümumiyyətcə bir isimdən söhbət gedirsə, həmişə variantlarda olan cəmsimləri çıxırıq. Məsələn, A variantında birds, quşlardan söhbət gedir. E variantında daha doğrusu yazılıb ki, quşlardan, amma burada quşdan söhbət getmirdi. D variantı səhvdir, çünki insects, həşəratlardan deyir. Amma mətndə yalnız bir həşəratdan söhbət gedir, yəni kəpənəklərdən. Buna görə səhvdir. C variantı səhvdir. Deyir ki, Meksikada biznes turizmdən, yəni bu haqqındadır. Belə də bir şey yoxdur. B variantında hökumətin meşəni qorumasından deyir, bəhs edir. Xeyr, elə bir variant da yoxdur. Elə mətndə ondan da bağlı heç bir şey yoxdur. Cavab A variantı. Və ilk cümlədə də gördük ki, butterfly var və variantda da butterfly var. Demək ki, düzgün cavabımız A variantıdır. Baxırıq 10-cu mətnə, 10-cu suala. Complete the sentence according to the passage. Monarch butterflies don't live long, so. Və bizim burada ipucumuz əsas don't live, yəni live ən çox və so. Mətndə bu sözləri axtarmalıyıq. Baxaq görək hardadır. Bunun üçün baxaq live, görürsünüz burada live və so tapdıq. Və bu cümlədə bir balaca bizə tərcümə kömək edir ki, monark kəpənəkləri yəni çox uzun yaşamırlar. Buna görə də so for different generation are need to complete the whole journey. Yəni bu tərcümə baxımından, yəni bir balaca bizə tərcümə kömək edir ki, bu da bilirik ki, burada da düzgün cavab E variantıdır. They migrate earlier than most other insects. 11-ci suala baxaq. Why did the number of monarch butterflies decrease in the past? Burada bizim ipucumuz past sözü. In the past sözü. Cümlədə bu sözü mətndə axtaraq. Demək, baxırıq, baxın past sözü. In the past, the number of monarch became much smaller because people cut down the trees. Bizə burada people sözün, trees sözün tapaq variantlarda və baxırıq ki,
Baxırıq because, hamısı because-dan başlayır. People, trees sözü baxın. Because human, people sinonimi human, destroyed the trees where they lived. Bax bu deyir, keçmişdə nə üçün monark kəpənəklərinin sayı azalırdı? Çünki insanlar ağacları məhv edirdi, onların yaşadığı ağacları. Fikir versəz, mətndə də budur. In the past, the number of monarch became much smaller because people cut down. Kəsmək, ağacları kəsirdi. Burada da məhv edirdi. Eyni cümlə olduğu üçün düzgün cavabımız D variantı. 12-ci mətnə baxırıq, suala daha doğrusu baxırıq. Which statements are true according to the passage? Hansı düzgün cavabdır? Ümumiyyətcə bizdən doğru cavabı soruşursa adətən inkar cümlələri çıxmalıyıq. Amma səhv cavabı soruşursa adətən inkarları götürməliyik. Yəni baxmadan, bu adətən deyirəm, yəni həmişə olmur, düzdür. 4-cü sual səhvdir. Mətndə də tərcümə ediləsəz baxsaz, burada can't live hot weather yazılıb. Monark kəpənəkləri isti havada yaşaya bilmir. Amma mətnə baxsaz, onlar aşağı temperaturda yaşaya bilmirdi. Yəni görərsiniz ki, mətndə baxın, onlar aşağı temperaturda yaşaya bilmirdi. Amma burada deyir ki, yüksək isti havada yaşaya bilmir. Demək səhvimiz biri budur, bunu çıxdıq. Və bir də ki, səhvimiz nədir? İkinci cümlə səhvdir, bəli. Düzgün cavabımız 1-1, bir də 3-dür. 2 niyə səhvdir? Hardan bilək? 2 də bizə burada ipucunu live verir. Monarch butterflies live their homes in Canada and the USA every autumn. Every autumn bizim ipucumuzdur. Kanada, USA-də nəzərimizdə saxlayaq. Baxaq görək every autumn hardadır. Baxın ilk cümlədə. Deyir ki, burada və eyni cümləni sözü tapa bilərsiniz. Amma orada çaşdırıcı məqamlar ola bilər. Hər yay monark kəpənəkləri başlayır. Burada start verib. Amma mətnə baxsaq, burada görürük ki, leave, tərk edirlər. Orada deyir ki, başlayırlar. Burada isə tərk etmək sözü ilə bilirik ki, 2 də səhvdir. Düzgün cavabımız 1 və 3. Bu qədər mətnimizin izahı, yenə deyirəm, əgər ki, tərcümə eləsəz, daha düzgün, daha dolğun yaza bilərsiniz. Amma ki, tərcümədə probleminiz varsa, mətn çox çətindirsə, bu ipuçları ilə də yaza bilərsiniz. Hər kəsə uğurlar.